Toplum TV iş üzrə keçirilən məhkəmə prosesində bəlli olub ki, təqsirləndirilənlərin xarici ölkələrə edilən səfərləri qaçaqmalçılığın sübutu kimi təqdim edilib. Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və 3-cü Respublika platformasının spikeri Akif Qurbanov buna etiraz edib. Stat: Əslən Gürcüstandanam. Bu ölkədəki qohumlarıma baş çəkməyə getmişəm. ABŞ-yə, Almaniyaya, başqa ölkələrə də dəvət əsasında səfərə getmişəm. Bu səfərlərin tarixlərini cinayət işinə köçürüblər. Güya bununla da qaçaqmalçılığı sübut ediblər. Ayıbdır, bu qədər də olmaz. Bizim xarici səfərlərimiz niyə ittihama salınmalıdır? Statın sonu. Digər təqsirləndirilən şəxslər də bu etirazı qoşulublar. Toplum TV-nin həm təsisçisi, media eksperti Ələsgər Məmmədli deyib ki, cinayət işinə daxil edilən elə səfərlər var ki, orada Azərbaycandan olan dövlət rəsmiləri ilə birlikdə iştirak edib. Təqsirləndirilən şəxslərdən Toplum TV-nin video redaktoru Müşfiq Cabbar həbsindən əvvəl xaricdən avtomobil sifariş etdiyini, lakin həbs olunduğuna görə avtomobili Azərbaycan gömrüyündən keçirə bilmədiyini deyib. Onun sözlərinə görə rəsmi quruma göndərdiyi sorğuya baxmayaraq avtomobilin aqibəti bəlli deyil. Hakim Azər Tağıyev məhkəmənin də bu barədə sorğu göndərəcəyini bildirib. Toplum TV iş üzrə ümumilikdə 10 nəfər cinayətçi asılıb. Onlar qaçaqmalçılıq daxil bir neçə maliyyə cinayətində ittiham olunurlar. Özləri cinayət işini quruma adlandırır və siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.